bir xəstəlik var. Özdə bu yaxınlarda mən eşitmişəm, AXOX xəstəliyi və ağciyər xəstəliklərinə aiddir. Elədirmi? Mən istəyirəm bu barədə yetərincə bizim tamaşaçılarımıza məlumat verəsin. Deməli, AXOX ağciyərlərin xroniki obstruktiv xəstəliyi, onu qısaldıb belə deyirlər. Ağciyərlərin qısa xroniki obstruktiv xəstəliyidir. Bu xəstəlik hava orqanizmə daxil olan, bronxlara daxil olan hava axınının pozulması ilə başlayan bir xəstəlikdir. Deməli, AXOX xəstəliyinin tərkibinə daxildir təsnifatında. Belə təsnifatlaşdırırlar onu. Ümumiyyətlə, deməli, bu xəstəliyi Dünya Səhiyyə Təşkilatında nəzərində xüsusi yer tutub. Eyni zamanda Avropa Assosiasiyasında AXOX xəstəliyinə, yəni ağciyərlərin xroniki obstruktiv xəstəliyinə xüsusi yer verilir. Çünki onun təsnifatında baxın hansı xəstəliklər yer alır. Deməli, birincisi, xroniki obstruktiv bronxit, irinli bronxit, ağciyərlərin emfizeması, ağciyərlərin pnevmatizasiyası, pnevmosklerozu, eyni zamanda ağciyərlərin hipertenziyası və bundan əlavə emfizema xəstəliyinin özünü də ora daxil edirlər. Əvvəllər asma xəstəliyini də ora daxil edirdilər. Amma asma artıq daha geniş forma olduğu üçün asmanın özünün ayrıca klassifikasiyası var. Amma biz bugün Azərbaycanda da Avropa tövsiyələrinə əsaslanaraq yenə də dayanırıq AXOX-a daxil edirik asma xəstəliyinin özündə.